Onlarla bağlı müzakirə aparmaq istəyərdik. Bu sənət adamları arasında qarşıdurmalar artıb son bir neçə gündə. Bu nə ilə bağlıdır, nə əlaqədardır? Təəssüf, sualın qoyuluşundakı o şox aləmi ilə bağlı qalmaqalı mən bu cür yanaşmaq istəməzdim. Əslində, mən millət vəkiliyəm, istər şox aləmində, istər digər sahədə. Hansısa bir xalqımın milli mənəvi dəyərlərinə zidd bir mövqe nümayişatı edilirsə, təbii ki, biz xalqın seçdiyi millət vəkilləri olaraq buna öz etirazımızı bildirməliyik. Və bu baxımdan bu dəfəki bizim müqayisələr siz deyək kimi şox aləmi ilə düşür. Əslində, bu nədən yaraqlandı? Və mən son dövrlər həm sizlərlə görüşlərdə, həm elə telekanallarda, mətbuatda, ümumiyyətlə kütləvi informasiya vasitəsində həmişə deyirəm ki, hər bir Azərbaycan vətəndaşı milli dəyərlərə, milli mənəvi dəyərlərə, əxlaqi dəyərlərə, ata-babalarımızdan bizə qalmış bütün o müsbət dəyərləri özündə saxlamalıdır və eyni zamanda təbliğ etməlidir. Amma çox təəssüf ki, bugün bizim mətbuatda, telekanalda sizin dediyiniz şox aləminə aid olan xalq arzularını daşıyan bir qrup insanlar o həddə bir-biri ilə çəkişirlər, o həddə bir-birinə təhqiramiz ifadələr işlədirlər və hətta çox təəssüf ki, bu açıq canlı yayında da artıq bunu etməyə başlayıblar. Bu artıq milli dəyərlərə, mənəviyyatımıza zidd hərəkət kimi bir millət vəkili olaraq məni narahat elədi və mən artıq susa bilmədim. Bu baxımdan mən öz etiraz səsini qaldırmışam. Onları bu dəyərlərə hörmət etməyə çağırmışam və eyni zamanda öz hərəkətlərində ölçülü, biçili danışmağa və etik normalara riayət etməyə çağırmışam və qeyd etmək istəyirəm ki, xalq artisti olmaq o demək deyil ki, sənin yaxşı səsin var. Bununla bərabər sənin əxlaqi dəyərlərin, mədəniyyətimizə, mədəniyyətimizə hörmət ifadə edən mövqeyin olmalıdır. Oturuşunla, duruşunla, danışığınla sən başqalarına örnek olmasın. Təkcə səs o demək deyil ki, artıq sən xalqın sevinirsən. Mən əminəm ki, bugün bizim xalq artistlərinin bəzilərini normal bir sorğuya cəlb etsək, xalqın böyük əksəriyyəti onları qəbul etməyəcək. Nizami Cəfərov belə bir fikir səsləndi ki, alına bilər xalq artisti adı onların əlindən. Yəni buna ehtiyac varmı belə bir sərt addıma? Ümumiyyətlə, mən xalq artisti titulunun Sovet rejimindən, Sovet dönəmindən qalma bir titul kimi dəyərləndirirəm. Və belə hesab edirəm ki, xalq artisti adı ilə kimisə tərtib etməyə ehtiyac duymuram və bəlkə də buna artıqca bir münasibət olmalı ki, bu adlar, bu fəxri adlar ümumiyyətlə götürülsün. Çünki xalq artisti ola bilərsən, amma sənin təşkil etdiyin konsertdə cəmsi 20% insan gələ bilər, qalanlarını tanışım vasitəsilə zorla satdırırsansa, bu xalqın sevimlisi olmaq demək deyil. Mən belə sevirəm ki, xalq artisti o insanlardır ki, onların konsertinə xalq sevə-sevə gəlir, onların televiziyada görüntülərinə xalq sevə-sevə qulaq asır və doğrudan da xalqın sevimlisi. Bundan xalq artisti adı, yəni xalq tərəfindən onlara verildiğini özü qiymətləndirməlidir. Amma Nizami mənim qaldırdığı məsələ ki, yəni nə qədər ki, biz bu titullar rəsmi qaydada qalır və cənab prezident tərəfindən təltif olunurlar, mən belə hesab edirəm ki, özünü cəmiyyətdə layiqli apara bilməyən, həm mənəviyyətimizə zidd mövqe sərgiləyən, həm gənclərimizin təlimini, tərbiyəsini pozan, davranışı ilə, oturuşu ilə, duruşu ilə başqalarına belə deyək, pis xarakterləri, pis xislətləri, xasiyyətləri başqalarında təbliğ edən insanlar təbii ki, bu mənfi imişli insanlardır və bunlardan xalq artisti adları alınmağına dəyər. Nizami müəllim bizim hörmətli professorumuzdur, Nizami müəllim gözəl təhqiqatçıdır, Nizami müəllim Mədəniyyət Komitəsinin sədridir mənim həmkarım və o təbii ki, o dediyi fikirlərin hamısının ölçülü, biçili bir fikirlərdir və belə hesab edirəm ki, mən də ondan şəriyəm ki, bəzi adamlardan bu titullar alınmalıdır. Və eyni zamanda Nizami müəllim bir şey də qeyd eləmişdi ki, bəzi adamlar, konkret isə tutaq ki, İlham Əquliyeva öz-özünə titullar, son dövrlərdə darıxdırılan titullar verməkdən məşğuldur. Və mən qəbul edə bilmirəm. İndi bilmirəm, sizin suallar ardıcı olaraq oraya gəlib çıxacaq, çıxmayacaq. Və son, bu bizim, belə deyək, mənim bu millət vəkili olaraq bu məsələlərə verdiyim reaksiyaları, əks reaksiyalar nədən ibarət? Bugün İlhamə xanım strategiya.az saytında bir açıqlama yayıb ki, mənim gənc sevgilim var, mən onun yaşını deməyə qorxuram və belə hesab edirəm ki, ona gözləyəm. Xalqa meydan oxumaqdır. 72 yaşında bir nənənin, bir yaşlı qadının, tutaq ki, yaşlı bir xalq sənətçisinin bu ifadələrdən Azərbaycanda, burada müsbət dəyərləri, mən həmişə deyirəm, bizim bütün mənəvi və belə deyək, əxlaqi dəyərləri biz təbliğ etməkdən məşğul olan yaşında, yəni 50-dən, 60-dan, 70-dən sonra biz gənc sevgililərdən danışmaq nə qədər xalq artistinə yaraşır. Məsəl üçün, sırağa gün mənim o iradımdan sonra o
doğrudur. Yəni mən araşdırma apardım. Azərbaycanda 93 mindən Infiniti markalı maşın ümumiyyətlə yoxdur. 40-50 mindən baha deyil, 60 minə yaxındır. Məsələn, Infiniti maşında ağ paltarda oturub, qapısını açıq qoyub, şəkil çəkdirib, bunu xalqa göstərmək mənə yox ki, 93 minlik maşınını göstərmək. Bu hansı dəyərlərə sığır? Bugün bizim 1 milyon 200 min qaçqınımız var. Bugün bizim çox saylı işsizlər ordumuz var. Bugün bizim çox saylı gənclərimiz var ki, ailə qura bilmirlər, mənzil problemləri var, dolanışıq problemləri var. Bu ayın maaşını növbəti aya çatdıra bilmirlər. Biz insanlara dözümlülük təbliğ etməkdənsə, biz insanları hardasa möhkəm olmağa, yıldan sonra mübarizə olmağa təbliğ etməkdənsə, biz bugün maşınlarımızı göstəririk cəmaata. Bizim ölkənin bugün müharibə şəraitində olan bir dövlətik, 1 milyon 200 min qaçqını olan bir xalqa, 70 yaşından yuxarı bir xalq artisti maşında oturub, qiymətini də 2 dəfə şişirdərək, şəkil çəkib kanallara qoymaq hansı mənəviyyətdən danışır? Mən təklif edirdim, gəlsin İlhamə xanım televiziya, biz ondan bir diyaloqa çıxaq görək. O hansı dəyərləri təbliğ edib indiyə qədər? Oturur, birini ad verir, birini addan məhrum edir, birini ad verir, yaşın nə fərqi var deyə, axı, hər halda yaşın fərqi var. 70 yaşdan sonra biz sevgidən, məhəbbətdən, gəl sevgidən danışmağa bizim mənəvi haqqımız yoxdur. Çünki biz müsəlman dövlətindəyik, yəni dinimiz müsəlmandır, düzdür, biz indi dünyəvi dövlətik, amma bizim ata-babalarımızın qoyduğu adət-ənənələr var. Gənclər bizdən nə isə götürməlidir, gənclər bunu götürmür ki bizdən. Mən əvvəllər də demişdim, məsələn, telekanallar sorğu keçirdilər 8 mart öncəsi. Gənc xanımlardan soruşurlar ki, sizə nə hədiyyə etsələr sizin xoşunuza gələr. İndi hamısı yox, yəni bir telekanaldan söhbət. Güya 50 nəfərdən sorğu keçirdilər, böyük əksəriyyəti deyir avtomobil. Axı, bu ola bilməz, onların içərisində sevgilim tərəfindən mənə gül hədiyyə olunsa, ya qol saatı hədiyyə olunsa, ya atam tərəfindən hansısa bir, nə bilim mən, bir köynə hədiyyə olsun. Bunu deyənlər də var, amma biz onu təbliğ edirik ki, avtomobil. Avtomobilin hədiyyəsinin içərisində, arxasında nələr durduğunu biz bilirik. Amma bugün 72 yaşlı bir adam oturub maşında onun şəklinin internet vasitəsilə təbliğ eləməyi nə ad vermək olur? Mən bunlara qarşı etiraz etmişəm. Şu aləmdən söhbət getmir. Sabah muğam aləmində də kimsə özünü normal aparmayacaqsa, həmən şeyi, yəni yenə də mən həmən mövqedini nümayiş etdirəcəm. Çünki mən həmişə milli dəyərlərə köklənmiş bir insanım. Söhbət indi İlham Quliyevdən düşmüş. O bütün çıxışlarının sonunda bizim ulu öndərimizin adını çəkir və indiki prezidentimizin, yəni İlham Əliyev cənablarının adını çəkir. Mən onun əskəriyəm, mən beləyəm, mən beləyəm. Biz hamımız onun əskəriyiz. Çünki dövlətin qarantı və dövlətin bugün idarə edən şəxs, dövlət adından yeganə çıxış etmək səlahiyyəti olan şəxs cənab prezidentdir. Və əgər biz ona səs verib seçmişiksə, yerdə qalanlar hamısı onun əskəridir. Sabah bizi Qarabağa da səsləyə bilər, sabah hansı bir məsələyə də səsləyə bilər, meydanlara da səsləyə bilər. Amma mən belə deyək, özümü apara bilməyim və eyni zamanda bu cür davranışımla, bu cür qeyri-etik hərəkətlərimlə 100 minlərin nifrətini qazanım və onun da altında bir fikir bildirərkən cənab prezidenti ulu öndəri, cənab prezident ulu öndəri. Bu yol verilməzdir. Mən yəqin ki, cənab prezidentə də müraciət edəcəm. Ümumiyyətlə, söhbət İlham Quliyevdən getmir. O insanlara ki, səlahiyyət verməyib, cənab prezidentin adını çəkməsin. Cənab prezidentin o adamlara ehtiyacı var. Cənab prezidentin kifayət xalq tərəfindən dəstəyi, sevgisi var və onun gözəl daxili və xarici siyasəti var. Biz ona sağında, solunda kömək etməklə məşğul. Amma şo əhli, nə bilim, biri açıq-saçıq paltarda, biri əlində siqaret, biri damağında siqaret, başlayırlar cənab prezident, cənab prezident, cənab prezident. Olmaz, yol verilməz. Sizin bu iradlarınıza da bir mənalı yanaşmadı İlhamə xanım. Bəli, tək İlhamə xanım, amma çox maraqlıdır sözlüyü, mən baldan kəsim. O şəhərlər ki var, mən ümumiyyətlə şəhərlərin heç vaxt tərəfdar olmamışam, amma mən ilk dəfədə görürəm ki, yüzlərlə şəhərlərin arasında bir dənə məni qınyan olmadı. İnanın Allaha, bax bu gün deyirəm sizə, sabah da oruçluq deyir. İnanın Allaha, mənə çox saylı Azərbaycan ziyalılarından, Azərbaycan alimlərindən, professorlarından zəhlər gəlir. Ki, Çingiz mənim, axır ki kimsə bunu deməliydi, axı biz nə qədər dözməliyik bu adamın bu hərəkətlərini. Bir oxumaqdan başqa Azərbaycan dövlətinə nə verib bu? Onda bizim Xan Şunisklər, Cabbar Qaryağdılar, mütəllimlər, Ramiz Hacıyevlər və yüzlərlə Əlbülfətlər və digər belə adamlar. Onda biz belə çıxır ki, bugün onların övladları elə at çapbalıdırlar ki, biz filankəsin övladları hərə öz əməlinə görə qiymət verilir və oxumusan vaxtı ilə sağladı, damısan yenə də sağ. Get nəvə böyütməklə məşğul. Amma sən bugün deyirsənsə ki, mən gənc sevgilim var, yaşını demirəm çünki gözləyər, xalqa hörmətsizlikdir. Çingiz Qəncəliyev, sizə də, mənə də və mənim digər soydaşlarıma. Buyurun. Çingiz mənim, siz bu xalq artisti adına toxundunuz bayaq bir sualda. Ümumiyyətlə, bu xalq artisti adının indi verilməsinə nə dərəcədə ehtiyac yoxdur? Mən belə hesab edirəm ki, ehtiyac yoxdur. Ümumiyyətlə, bu titullar dayandırılmalıdır.
Çünki düzdür, rəsmi titullar deyilən kimi İlhamə xanım kimi adamlar özünə Türk dünyasının, nə bilim, kraliçası, ondan sonra BMT-nin sülh səfiri, Dünya Azərbaycanlar Konqresinin Mədəniyyət Mərkəzinin prezidenti, vətən mükafatları, bu cür adları verməkdən qoy özləri özlərini, xalq bilsin ki, bu adı öz-özünə verir. Amma mən belə hesab edirəm ki, ümumiyyətlə bu fərqli titulların, bu adların verilməsi yığışdırılmalıdır. Hər bir sənətkarın sənəti xalqın qəlbində olmalıdır. Mən məsəl üçün Siyavuş Aslan, Allah rəhmət eləsin, Hazbaba Bağırov, ondan sonra Nəsibə xanım, Yaşar Nuri, Allah hamısını rəhmət eləsin. Bunlar əgər xalq artisti olmasaydılar da yenə milyonların sevimlisi, Allah onlara rəhmət eləsin. Heç o adı ehtiyac yox. Bu fəxrədlər bizdən başqa hər hansı bir ölkədə bu fəxrədlər verilir? Mən bilən, mən bir araşdırma apardım, həmkarlarım da mənə zəng edir. Bugün biləsiniz, bir neçə millət vəkili də mənim müdafiəmə qalxıb, artıq saytlarda yerləşdirilir. Mən belə hesab edirəm ki, başqa dövlətlərdə bu cür fəxradlar yoxdur. Onsuz da Cənab Prezident bu adamlara bir humanistlik göstərir. Çoxuna ev verir, çoxunun şəxsi problemlərini həll edir. İnan Allah, mən bilirəm da, nə qədər bu sənətçilərə ev verir. Fəxrad olana da, olmayana da, vətən qarşısında, mədəniyyətimiz qarşısında, incəsənətimiz qarşısında xidməti olan insanlara Cənab Prezident də, ondan əvvəl Allah rəhmət eləsin, Ulu Öndər də çox böyük diqqət, qayğı göstərdi. Bunlara imtiyazlar yaradıldı. Bax, bu elə hansısa bir qayğıdır. Amma o fəxri adın verilməsi, quru adını aparıb bir vəsiqənin evdə qoyulması və sabahda ondan sui-istifadə halları bu yol verilməz. Mən belə hesab edirəm ki, ümumiyyətlə fəxri adlar yığışdırılmalıdır. Alternativ buna nəsə ola bilər? Alternativ xalqın sevgisi və dövlət başçısının bu insanların sənətinə qiyməti. O qiymətdə bayaq dediyim kimi, onların problemi, sosial problemlər ola bilər, ev problemi, iş problemi, hansısa maşın problemi, yəni bu məsələdə dövlət onlara yardım etməyə həm borcludur, həm də lazımdır. Çünki onlar xalqa və dövlətə xidmət. Amma o adamlar ki, səsindən başqa heç bir dəyərləri yoxdur, onlara dövlət heç bir qayğı göstərmir. Məsələn, mən deyəndə ki, telekanalda canlı yayın, bilirsiniz, Vüqar müəllim Vüqar yağdı açıqlama verirdi. Artıq ATV kanalı ilə bağlı ki, canlı yayında əxlaqsız ifadələr, mən o ifadələr bilmirəm, işlətməyə ehtiyac var, yox, mən 1000 dəfə sizdən üzr istəyirəm, amma artıq müzakirə bilinir. Mən yemirəm, gidizdirirəm deyən canlı yayında, mən ailəmin, uşağımın, gəlinimin, qızımın yanında baxıramsa və bu ifadələri eşidirəmsə, bu təhmənə yox, milyonlar Azərbaycan tamaşasına təhqirdir və mən belə hesab edirəm ki, 100 minlər İlhamə Quliyevanı məhkəməyə verməli. Yəqin ki, bu prosesdə olacaq. Və bu prosesi mən təşkil edəcəm. Bu insanlar, minlərlə insanlar İlhamə Quliyevi məhkəməyə verib onun üzr istəməsini tələb etsin. Bu nə deməkdir? Orada Cənab Prezident ailəsi ilə baxır, adi bir çoban doktoru ailəsi ilə baxır, ziyalımız da baxır, siz də baxırsınız, iki sevgili gənc tanış olan sevgililər də baxır və bu ifadəni eşidəndə sizin və bizim keçirdiyimiz hissələri təsəvvür edirsinizmi? Bu canlı yayında deyil, bu artıq Azərbaycan nəinki tamaşasına, Azərbaycan rəsmi qurumlarına da meydan oxumaqdır ki, mən cəzasız qalacaq. Amma mən başa düşə bilmirəm, bu adamı bir-iki adamın gedib haradasa bir köməyindən, dəstəyindən bəhrələnib nə isə edə bilirsə, tutaq ki, keçən dəfə Nasibə xanımın, ondan sonra Məlikə Sədovun baş mütəşəkkiliyə çağırılması ilə bağlı bir insident yazdı. Mən o vaxt da münasibətimi bildirdim, dərhal məsələ soydu. Və indi də məhkəmə qərarı ilə güya Nasibə xanımı 50 min udub. Əslində mən hakimdən soruşmaq istəyərdim ki, o mənəvi dəyərlər anlayışını mənə izah edə bilərmi o görək, hansı mənəvi dəyərlərdən söhbət edir? O verilişdə təhqir olunan Nasibə xanım ola-ola İlhamə xanımın 50 min təzminat ödənir. Bu bir absurdluqdur. Azərbaycan məhkəmə tarixində də görünməyən bir adı. Biz buna hüquqşünaslarla da müzakirə edirik. Amma görürsünüz, yenə bu cür adamları müdafiə edən dırnaqarası dostları var. Mən dostlarına elə özümü tutub sizin radioya vasitə edirəm. Siz ailənizin, uşağınızın, qızınızın, gəlinizin yanında o ifadələri eşitsəydiniz, onu dəstəkləyərdiniz, yoxsa yox. Və çox şübhəsiz ki, onu müdafiə edənlər bugün telekanallardan Azərbaycan xalqına müəyyən belə deyək, dərs keçirlər, müəyyən göstərişlər verirlər, müəyyən məsələlərdə stollarının da başında otururlar. Yol verilməz. Bu məsələ böyüməlidir, bu məsələ Cənab Prezidentə çatmalıdır və bu adamlar yerində oturdurulmalıdır və məhkəmənin də ədalətsiz qərarı keç-keç ləğv olunmalıdır. Belə hallar olmaz. Ana, bu biabırçılıqdır, vallahi biabırçılıq. Mən qanunla, canımla, bütün fəaliyyətimlə xalqıma bağladım. Mən, məsələn, seçicilərdən görüşdə demişəm, indi də mənə deyirlər ki, sağ ol, düzün demişəm. Sizə nə yol çəkdirəcəm, nə su çəkdirəcəm, nə işıq çəkdirəcəm. Amma mən qanunlarımızın, əxlaqımıza söykənən, mənəvi dəyərlərə söykənən, ondan sonra sizin rifahınıza söykənən, sizin rifahınızı yaxşılaşdıran qanunların qəbulunu iştirak edəcəm. Amma bugün mən görürəm ki, bizim Bəxtiyar Sadıqov, bilirsiniz ki, Azərbaycan qəzetinin baş redaktoru, mənim həmkarım çox gözəl bir yazı ilə çıxış elədi ki, Çingiz Gəncəzadə mənəviyyətimizin pozulmasına qarşı sinəsini verib və biz də onun yanındayıq. Mən mənəviyyətə qarşı çıxan insanlara qarşı çıxmışam. Şou əhli ilə heç bir işim yox. Çingiz müəllim, siz mübarizə aparacaq İlhamə xanıma qarşı
kampaniya Bəli, təşkil edəcəm ki, yüzlərlə insanlar onu məhkəməyə hansı yolla siz hər bir vətəndaşa müraciət edəcəm ki, özünün təhqir olduğunu hesab edən hər bir Azərbaycan vətəndaşı bugün məhkəməyə müraciət etmək çox asan bir prosedurdur. 2-3 sənəddir və o televiziyadakı onun çıxışının diski bizdə var, yazısı bizdə var və onu təqdim olunub İlham xanımdan hər bir Azərbaycan tamaşasını üzr istəməyə tələb olunacaq. Və bu ada siz nə ad verir? Bu ifadələrə başqa nə ad vermək olar? Ona görə mən müraciət edəcəm bugün. Əvvəla sabahlarım fikirləşirəm Mədəniyyət Nazirinə, hörmətli Əlfəz müəllimə müraciət edeyim. Sorğu ilə ki, bu adamın hansı rəsmi titulları var. Və sonra telekanallara müraciət edəcəm ki, İlhama başda olmaqla digər o sənətçilər də deyək, ora çıxarkən məhz rəsmi titullarından başqa titulların səslənməsinə qadağa qoyulsun. Çünki yəqin Nuşirəvan müəllim də izləyir bu prosesləri və bilirsiniz, mən 2006-cı ildə ilin ən yaxşı hüquq müdafiəçisi seçilmişəm mən. İndi mən onu 10 il keçir üstündən az qala bir 7 il keçibdir. Mən hər il onu deyə getməliyəmmi? Özü bir başqa tərəf var. O ilin hüquq müdafiəsi məni dövlət verməyib baxır. Mənə bir ictimai təşkilat verib. Onun heç bir hüquq əsası yoxdur. Necə ki, İlham xanıma BMT-nin sülh səfiri, Dünya Azərbaycan Konqresi, Mədəniyyət Mərkəzinin yoxdur. Sabir Rüstəmxanlı, Paşa Qəlbini məhkəməyə sənəd təqdim eləmişlər ki, belə komitələr yoxdur və belə titullar da yoxdur. Yenə də məhkəmə öz bildiyini eləyib. Ona görə siz konkret, rəsmi adında hansı titul var, o da səslə. Xalq artisti Fatma Nisə və yaxud da. Və onun qabağında da 5 dənə, nə bilim, biri şilyager deyir, biri primadonna deyir, biri nə bilim, nə deyir, biabırçılıq deyir ana, valla biabırçılıq. Bunların gec-tez bunların ələyə yığılmalıdır ki, siz tamaşaçıya hörmət edin. Bilirsiniz nədən irəli gəlir? Çoxu toylarda gedir, yarım gün iştirak edir, 10.000 manat alır, gedir. Sizin kimi də gənc jurnalistlər ayı 500 manat işləyir, mənim kimi millət vəkildə 1300 manat. Ona görə də onlar bizə saymamazlıq edir. Deməli, pul onların çoxunu harunladır, qudurdur. Çünki bu məsələ ilə bağlı bəlkə hansısa bir dövlət siyasətinə ya qanuna, nəsə belə bir rəsmi sənədə ehtiyac varmı? Başa düşdüm sizin sualınızı. İndi bilirsiniz ki, parlament artıq kanikula buraxılıb və qarşıdan da prezident seçkiləri gəlir ölkədə və yəqin ki, avqust ayının ortalarından biz hamımız səfərbər olacağıq seçkilərdən görüşlərə, bu kampaniyada. Bilirsiniz ki, bugün seçkilərdən bağlı kənar müdaxilələr var, Rusiya faktoru var, digər ölkələrin faktorları var və ən azı mən bir şey istədiyim. Bax, məsəl üçün, Moldaviyada, Ermənistanda Moldaviya ombudsmanının çox ədalətli və belə deyək, beynəlxalq hüquq normalarına söykənən və dövlətlər tərəfindən tanınan faktlara, Xocalı soyqırımına və Azərbaycan torpaqlarının infaizli işğalına münasibəti artıq gördünüz ki, Ermənistan tərəfindən hansı fəsadlar törətdi. Xanımın həyatına təhlükə, ölüm hədəsi ölkədən çıxmağa qoymadılar. Başqa dövlətlərin səfirliyi nəhayət onu sağ-salamat çıxardıldı. Amma nə baş verir? Bugün Avropa və Avropanın təşkilatları, dünya dövlətləri Ermənistana bir kəlmədən söz demədilər. Bir seyirci mövqeyi gözləyir. Amma Azərbaycanda bu olmuş olsaydı, bugün bizi top ateşinə tutmuşdur. Ona görə Azərbaycanı sevməyən qüvvələr təbii ki, hər şeydən istifadə etməkdir və növbəti prezident seçkilərində də cəhdlər olacaq ki, burada ictimai-siyasi prosesləri qızışdırmağa çalışsın. Amma mən təbii ki, heç şübhəsiz, mən hüquqşünas kimi, köhnə hüquq mühafizə orqanlarının işçisi kimi bilirəm ki, bizim təhlükəsizlik orqanları, hüquq mühafizə orqanları, Azərbaycan ictimaiyyəti ayıq-sayıqdır və heç bir kənar təhlükə Azərbaycanda nə isə reallaşdıra bilməz. Və niyə bunu gətirdim? Yəni, biz bu seçkilərdən sonra, oktyabrın 1-də bilirsiniz ki, bizim parlamentin iclası başlayacaq, 15-də, 16-sında da Allah qoysa prezident seçkilərindən sonra mən əminəm ki, parlamentin payız sesiyasında biz bu məsələni qaldıracağıq. Nizami müəllim də artıq Mədəniyyət Komitəsi olub mövqeyi bəllidir. Onlarla mənim həmkarımın mövqeyi bəllidir. Bugün görkəmli bizim yazarımız Aqil Abbas etirazını qaldırıb İlhamın hərəkətlərinə. Universitetin professoru Kamilə xanım qaldırıb və buna qədər artıq 7-8 millət vəkili. Mən belə hesab edirəm ki, xeyli sayda millət vəkili bu məsələyə qaldıracaq və ola bilər ki, müvafiq icra strukturlarına bununla bağlı və yaxud da ki, qanunlara əlavə və dəyişiklik kimi hansısa bir məsələni qaldırıb parlamentdə bunun həllinin nail olacaq. Ən azı oktyabra qədər mən istəyirəm ki, bu mənəviyyətimizə xələl gətirən bu insanlar geçsin, çəkilsinlər bir köşədə, bağda, orada otursunlar və telekanallara icazəsiz girib bizim evimizdə ailə üzvlərimiz yanında əxlaqsız ifadələr işlənməsini bizi şahid eləməsinlər. Çünki mən konkret sizcə hansı təkliflər verilə bilər onların belə çıxışlarının qarşısını almaq? Ya cərimə, ya efirdən uzaqlaşdırma? Mən dedim sizə, mən telekanallara sabah müraciət edəcəm ki, bu insanlar
kütləvi informasiya vasitələrində bir-birinə əxlaqsız, təhqiramiz ifadələr işlədən, şəkillərini paylaşan insanlar telekanallardan uzaqlaşdırılsın. İndi bunların hansı bunu əməl edəcək, buna görə təşəkkür edəcək ki, bunlar mənəvi dəyərləri qoruyan insanlar. Mən sabah Mədəniyyət Nazirimizə müraciət edəcəm ki, bunları çağırıb, yığıb, bunlardan bir söhbət aparsın. Bunları barışdırsın. Heç olmasa bu davanın içindən çıxır bu təhqiramiz ifadələr. İndi barışarlar, barışmazlar özləri bilər. Bunlardan bir xəbərdarlıq olsun bunlara. Və eyni zamanda yəqin ki, Prezident Administrasiyası bu prosesləri izləyir və mən paralel olaraq ölkənin belə deyək, ictimai-siyasi vəziyyəti ilə bağlı fikirlər bildirirəm, beynəlxalq təşkilatların hərəkətinə bağlı fikirlər bildirirəm, ictimai fəaliyyətim olar, elə indicə Ədliyyə Nazirindən 1-2 dəqiqədə ona görə gecikdiyimi üzr istəyirəm. Ədliyyə Nazirliyində penitensiar sahəyə, yəni cəza çəkmə müəssisələrinə nəzarətin ictimai komitənin toplantısı idi, mən sədr seçildim orada. Yəni bilirsiniz, ictimai yüküm çoxdur. Amma bununla belə, mən belə hesab edirəm ki, bu adamlara qarşı kimsə söz deməli idi və o sözü hələlik mən demişəm və sağ olsun ki, xeyli jurnalistlər, hüquq müdafiəçiləri bilirsiniz bəyanatdan çıxıyıblar, millət vəkili həmkarlarım öz etirazını bildiriblər və ən azı dediyim kimi bu müraciətlərdə onları sakitləşdirmək, yerində oturmaq və gələcəkdə buna belə deyək, əməl etməyən xalq artistlərinin, digər sənətçilərin telekanallara buraxılışı dayandırılmalıdır ki, xan qolları görməsin. Xalqı görməsini geçsin konsert təşkil eləsin, görüyor orada cəmaət gələcək olsun. Amma gedir, hansısa yoldan telekanala çıxır, telekanalın da o efir məkanını doldurmaq üçün bəzən telekanala da bu lazımdır və oradan da ağzına gələnlər danışırlar. İndi o, belə deyək də, o yazı variantı olanda nəylərsə silirlər. Amma o canlı yayımda bunu diyor. Bilirdi canlı yayımda və orada da bu cür qeyr-etik mənəviyyətimizə zid, əxlaqa zid ifadələr işlədirsə, mən tuta bilmərəm. Buyurun. İkincisi, mən bir də soruşmaq istəyərdik, bunların belə çıxışlarının yayılmasında, yəqin ki, ancaq özləri günahkar deyil, bəzi jurnalistlərin də rolu var, ictimai xarakter almasında. Bilirsiniz, bəli, tamamilə haqlısınız. Mən elə hesab edirəm ki, o məsələlərin yayılmasında, əgər o dəyərlərimizə bayaq dediyim, mənəviyyətimizə zid ifadələrdir, hərəkətlərdirsə, heç onları yaymamalıdır. Məsələn, bugün Flora xanım Faiq Ağayev haqqında, ya dünən axşam bir ifadə işlədi, mən istəmirəm onu. Faiq da onun haqqıdır işdir. Mən elə hesab edirəm ki, ümumiyyətlə olaraq mətbuata gərək buraxılmıyor. Mətbuata buraxılmasa o məsələ də kəskinləşməyəcək. Amma telekanal elədir ki, o canlı yayım elə ki, onu buraxmamaq mümkün deyil. Ona görə bugün Vüqar və ATV kanalı rəhbəri deyir ki, bizim canlı yayıma nəzarət etmək imkanımız yoxdur və o baxımdan da orada işlədən təhqiramiz ifadələr yol verilməzdir. Yəni telekanal olaraq ilk dəfə öz münasibətimi bildir. Mən Vüqar müəllimə təşəkkür edirəm. Çünki o geni, kökü, əsli ilə xalqımıza bağlı bir insan yollardır. Ona görə təşəkkür edirəm. Və başqalarına təbii ki, çağırıram ki, onlar da öz münasibətini bildirsinlər. Təkcə söhbət ilham edən ya başqasına getmir. Bu cür davranan insanları istər adı olmasın, titul olmasın. Ora buraxmaq lazım deyil. Biri gedir, yataq otağını göstərir, biri qardirobunu göstərir. Amma bugün yüzlərlə ləyaqətli qızlarımız, gəlinlərimiz bir kofta ilə, 2 kofta ilə həyatını yaşayırlar. Bu nədir? Bu nə tərbiyəsizlikdir? Bu nə görüntülərdir? Bu kimə lazımdır? Çox sağ olun, siz də sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Qeyd edək ki, bugünkü qonağımız millət vəkili Çingiz Qənizədə idi.